İndi belə deyək də, bundan təxminən bir neçə yüz il əvvəl polimielitdən nə qədər uşaq ölürdü, indi ölmür. Mən heç polimiyelit xəstəsi görmədim. Niyə? Çünki peyvəndlər sayəsində. Çiçək 80-ci illərdə artıq çiçək xəstəliyi deyə bir xəstəlik qalmadı. Amma Covid peyvənd sayəsində ortadan qalxdı. Çiçək dediyiniz su çiçəyidir, doktor. Su çiçəyi yox, çiçək xəstəliyi. Çiçək xəstəliyi. Ona görə indi peyvəndlə əlaqədar danışanlar mənasız danışırlar. Ya bunlar hamısını deyirəm, net saxtakardır, ya savadsızdır, bilmirlər. Doktor, çox yaxın tanıdığım insanlardan bir nəfər tibb işçisidir. Həmin insan belə bir deyim, fikir irəli sürdü ki, mənim övladımda N peyvəndindən sonra autizm xəstəliyinin əlamətləri, simptomları yarandı. Mümkündürmü? Yəni bu həmin mənim sizə dediyim bu insan tibb işçisidir. Yəni siz bayaq dediniz ki, çünki ola bilər məsələn tibb işçisi olmayan insanlar arasında bu fikir ola bilər. Da bu fikir var. Bəli. Tamamilə əsassız bir fikirdir. Peyvəndlə autizmin əlaqəsini göstərən mənalı dediyim, yəni akademik keçərliliyi olan bir dənə tədqiqat yoxdur və aşağı-yuxarı dünyada aparılan bütün tədqiqatlarda nəyi göstərir? Peyvənd vurulan atıram 100.000 uşağa baxılır, vurulmayana baxılır. Ya da gedib kəsitsəz çalışmalar aparılır da, bir sahədə çalışma aparılır. Vurulanlara baxırlar, vurulmayanlara baxırlar. Statistiklə, nisbətlərə baxıldığında statistikdə heç bir anlamlı fərq yoxdur. Yəni peyvəndlə autizm arasında əlaqəni göstərən, akademik dəyəri olan, yəni bu saxtakarları demirəm də, təbii ki, buradan çıxar əldə eləmək istəyən insanlar da var. Saxta populyarlıq deyilən bir şey var. Onun arxasından qaçanları çıxmaq şərti ilə akademik işi bilən heç kəs belə bir tədqiqat nə aparmayıb, aparılıb, heç bir tədqiqatda autizmlə peyvənd arasında bir əlaqə olduğu göstərilməyib.